Amma Xızıl Peyğəmbərin gəlib hədiyyələri. Sonra bu hədiyyələr də onun tedbirində paylanır insanlara. Bu da orada qalır. Bunları görürlər, şahırlar. O vaxt vermişik. Ay sonra. İndi bunu bir nəfər mənim dostum var. Söhbət zamanı eşitdim ki, dedi ki, eşitmişəm belə bir mədəniyyət evində. Dedi, mənim bir dənə dostum var. O mənə dedi ki, mən də hədiyyə göndərəcəm bura. Dedim, kimdir? Dedi ki, adımı deməklə bu adam. Mənim adımı istəmirəm çəkilsin, bu payı o adam göndər. Mən də dedim, onun ürəyimdəki 100% bu yağın Xızıl Peyğəmbər özü onu istəmir. Sonra xanım bizim məscid nümayəndəmizdir. Beyaladı, mən gəldim bura. O qədər fikrim qarşılıq idi ki, inanın ki, burada siz onu təbrik edəndə yadıma düşüm ki, o həcc ziyarətindən gəlib. Mən də sənə təbrik edirəm. Kərbəlada olmuşsan da. Əlhəmdülillah. Allah canlı sağ olsun ziyarətində. Kim də burada əyləşib o ziyarətin arzusundadır. Allah sağ olsun. Deməli, sonra da fikirləşdim ki, bu əgər Xızıl Peyğəmbərin göndəribsə, mən istəyirəm ki, bir dənə, bilməm, qabul eləyər, yoxsa yox. Bunu hələ həcxan paylasın, xanımlardır. Özü də həcdən gəlib Peyğəmbər, özü paylasın. Merhaba siz verərsiniz. Hər yer gözü üstə. Qoy həcxan ki, ziyarətdən gəlib. Həcc ziyarətində qoy. Bir də bir şirkədir. Şükürlü olsun. Get yanına belə verir. Sən xüsusi verir. Sağ ol, var ol, Allah canlı sağ olsun. Sən hələ yüksək mədəniyyətə layiq bir insansan ki, bu meclisi təşkil edirsən. Simozay xanımlar bir yerdə. Allah qəbul etsin. Can sağ olun. Hacının en büyük arasında gideyim size. Allah qəbul etsin. Çox sağ olun. Əlləriniz var. Bir də maaşı. Nyam nyam der. Ben sağlık. Onu da sağlık olacak. Allah sağ olun. Hürmet yok. Yok sesleri geldi. İkinci görüşümüz gittik Ramalı'ya gittik. Sonra gittik Əmircana, sonra Meştami'ye. Şimdi xanlara da müraciət edelim ki, bizi təşkil edin ki, gəlin.